Esselamu aleykum cəmiən və rəhmətullah və bərəkətuh. Özümü və siz dəyərli möminləri, möminələri, nazlı bacı qardaşlarımı mübarək Rəcəb ayının cüməsində ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah Teala imanımızı kamil, aqibətimizi xeyirli qərar versin inşallah. Dünyadan köçənlərimizin ruhunu salavatla yad eləyək. Bir dənə Quran ayəsi oxuyacağım. Zümər surəsinin 53-cü ayəsidir. Bu ayə sonsuz ümid göstəricisidir. İnsan bu həyatda bəzən ümidsiz olur. Ümidsizlik çox böyük günahdır ki, insan ümidsiz ola. Bu ayə bizə ümid verir. Özü də elə bir ümid verir ki, ayənin mətnini oxuyub tərcüməsini eləyəcəm, özünüz də əlavə mütaliə eləyərsiniz. Bu ümidin müəllifi kimdir? Allah Təbarək və Teala. Bəzən mən sənə ümid verirəm. Bəzən Yaradanın sənə ümid verir. Mənim ümid verməyimlə onun ümid verməyi fərqlidir. Mən ola bilər sənə bir söz deyim ki, sənin ürəyin rahatlaşsın. Görürsən, gedirlər psixoloqun yanına. Psixoloq bir şey danışır ki, qarşı tərəf gərgindir. Buna ümid verir. Ola bilər danışdığının bir neçə faizi da yalan ümid ola. Ürək-dirək deyirik də biz. Amma bu ümid Allahındır. Bunun müəllifi Allah Təbarək və Teala'dır. Qur'anda ümid verir. Allah Teala neçə yerdə deyir, vədəllahı haqq. Deyir, mənim vədim haqdır. Allah yalan danışmaz. Allah bəndələrini sevər və onlara ümid verir. Allah Teala'nın vədi də haqqdır. Bizə elə bir varlıq ümid verir ki, o yalan danışmaz və ümidi də düzdür. Sözü də həqiqətdir və sidqdir. Quranın oxuyanda, axırda, sonda nə dedik? Deyirik, Sadaqallahul aliyyul azim. Nə deməkdir bu? Düz dedi. Əzəmətli və uca Allah. Düz dedi. Yəni sözündə həqiqət var və yanlışlıq yoxdur. Mümkündür bəzən hədisdə deyəsən bunun sənəd zəifdir. Quranda sənəd zəif sözü yoxdur. Yeşilliklə bütün müsəlman ümməti deyir, bu Quran Allahın bəşərə göndərdiyi Qurandır. Elçisi Həzrəti Muhammed Mustafadır. Bu ayədə görün Allah bəndələrinə nə buyurur? Bax, bu insanın qəlbinə hüzur verir bu ayə. Özü də birbaşa demir bəndələrini. Bəzi vaxt xitabda deyir, ey möminlər, ey iman gətirin, ya əyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər. Bəzən deyir, ya əyyuhənnas, ey insanlar. Burada xitabı var bəndələrə, amma özü demir. Uca Allah özü demir. Deyir, qul. Kimə? Peyğəmbərə deyir, sən de. Kimə desin? Bəndələrinə. Deyir, mənim bəndələrimə sən mənim dilimdən de. Nə deyin? Deyir, qul ya ibadiyyəl-ləzīnə əsrəfu alə ənfusihim. La təqnətu min rəhmətillah. İnnəlləhə yəğfiruz-zunubə cəmiə. İnnəhu huvəl-ğafurur rəhim. Bəh, əcib ayə. Peyğəmbərə deyir, de. Kimə de? Söhbət kimdən gedir? Günahkarlardan. Günahkarlardan gedir söhbət. Allah Teala özü günahkarlara xitab eləmir.
Peyğəmbərə deyir ki, Peyğəmbər sən de günahkarlara, özü də günahkar gətirmir ayədə. Günah eləyənlərə günahkar demir. Qul ya ibadiyəl-ləzinə, günahkarları bəndəsi hesab edir. Deyir, de, o bəndələrimə ki, əsrəfu alə ənfusihim. Demir o bəndələrimə de ki, onlar günah eləyib. Deyir o bəndələrimə de ki, onlar özlərinə zülm eləyib. Öz nəfslərinə zülm eləyib. Özlərinə əziyyət veriblər. Görürsən, bəzən günahın nəticəsi insanın özünədir. Biz günah eləsək, Allaha bir əsiklik gətirməz. Nəticə özümüzədir. Mən günah eləyirəm, nəticə özümüz, cəzası mənimdir. Allaha ki, bir işi yoxdur, bir xeyri zərəri yoxdur. Burada xitab eləyir, deyir, Peyğəmbər, de mənim bəndələrimə, günahkarları görürsən, Allah özündən uzaq tutmur. Deyir, onlar da mənim bəndəmdir. Günah eləyirlər. Deyir, de mənim o bəndələrimə ki, onlar özlərinə, öz nəfslərinə zülm eləyiblər. Onlara nə desin? İndi günahkarlara xitab edir, çox nəvazişlə. Təfsirdə buna 17 dənə nöqtə yazırlar ki, Allah Taala 17 dənə mərhəmət nöqtəsi var bu ayədə. Allah Taala bütün bəndələrinə mərhəmətlə danışır. Deyir ki, mənim o özlərinə zülm eləyən bəndələrimə de. Özü də demir, Peyğəmbərə deyir, sən de. Nə deyim Allah? Bax, burası maraqlıdır. La taqnatu min rəhmətillah. Allahın rəhmətindən ümidsiz olmasınlar. Ümid verir. Allahın rəhmətindən ümidsiz. Məbada Allahın rəhmətindən ümidsiz olar. İnnəlləhə yəğfiruz-zunubə cəmiə. Allah bütün günahları bağışlayar. İnnəhu huvəl-ğafurur-rəhim. O bağışlayan və mərhəmətlidir. Günahkarlara de ki, ümidsiz olmasınlar. Bəzən insan günahının qarşısında, səhvinin qarşısında ümidsiz olur. Deyir, o məni bağışlamaz. Bu, o məni bağışlamaz ümidsizlikdir. Və bunun özü çox böyük günahdır. Allah Taala ümid verir. Bu dünya ümid üzərindədir. Əgər insanlarda bu dünyada ümid olmasa, insan yaşaya bilməz. Şəxsi həyatında da ümidsiz olsa, heç bir iş görə bilməz. Həyatda müvəffəq ola bilməz. Ümid insana yaşam qüvvəsi verir. Ümid deyirlər. İndi bu ümidlərin bəziləri gerçəkləşir, bəziləri gerçəkləşmir. Rivayətlərdə var, buyurur ki, Allah Taala öz bəndələrini çox sevir. Ana balasını sevən kimi. Allah ondan da çox sevir bəndələrini. Ana öz evladını, ata öz evladını səhv elədikdə səhvindən xoşu gəlmir. O işindən xoşu gəlmir. Amma evladından çox xoşu gəlir, o önü evladıdır. Allah Taala da burada bəndəm xitab eləyir. O bəndəsinin xətasından xoşu gəlmir. Günahından xoşu gəlmir. Amma onu bəndəliyindən silməyib ki. Onu bəndəlikdən atmayıb ki. Onu gözləyir. Niyə Rəcəb ayı Allah buyurub? Niyə Şəban ayı buyurub? Niyə müqəddəs Ramazan ayı buyurub? İstəyir ki, o xətakar bəndələrini bağışlayar. O bəndələrinə ümid verir. Bu ayə bizə ümid verir. Allah Taala hədisdə buyurur, İnnəllaha yuhibbul abd. Allah əbdi sevər, bəndəsini sevər. Yubğizu əmələ. Onun əməlindən qəzəblənər, bəndəsini sevər, amma səhvindən xoşu gəlməz. Səhvinə görə onu danlayar ki, bu işi görmə. Təsəvvür eləyin, valideyn öz evladını nə qədər sevir?
Səhvinə görə onu danlayır, amma onu evladlıqdan silib atmır ki. Bu hissi Allah insana verir. Gör indi Allahın özü nə cürdür bəndələrinə qarşı. O bəndələrini günahlarına görə bəndəlikdən silib atarmı? Yox. Bu ayə bizə sonsuz ümid bəxş eləyir. Mən bu ayədən sonra istəyirəm bir neçə dənə səbəb qeyd eləyəm ki, insanda məyusluq yaradır. Məyusluq, bu ayə qeyd eləyir ki, məyusluq özü günahdır. Amma bu günah, bu məyusluq neçə dənə problem yaradır insanda. İnsan məyus olur bu həyatda. Nələrdən məyus olur? O məyusluq gətirir, insanı günaha salır. Birinci budur ki, insanın duası müstəcab olmayanda insanda məyusluq yaranır. Məyusluq özü böyük günahdır. Allah Teala bu ayədə deyir ki, bəndələrim, Allahın rəhmətindən ümidsiz olmayın. Hara ümidsiz olursan? İndi sənin duan müstəcab olmayıb, hara ümidsiz olursan? Nə baş verir? Sənin duan müstəcab olmayıb, Allahdan küsürsən. O Allah ki, sənə vəd eləyib, deyir, ümid yerim mənəm, sən məndən qaça bilməzsən. Bəzən insanların duaları müstəcab deyil bu dünyada. Bu müstəcab olmayanda insanda müəyyən ümidsizlik yaradır. Bu ümidsizlik özünün xəbəri olmadan böyük günaha gətirir, çıxardır. Biz ilk əvvəl dua haqqında gərək biraz düşünək. Dua nədir? Nəyə deyilir dua? Bizim ədəbiyyatımızda dua nədir onu deyim, sonra düzgün ədəbiyyatda olan duaydır. Bizim ədəbiyyatımızda dua buna bənzəyir. Maşının, bir də misal vurum, maşının zapas təkəri var. Bu zapas təkər nə üçündür? Yəni sən gedirsən, ha vaxt sənin maşının təkəri buraxsa, ona müraciət eləyib, onu çıxardıb istifadə edirsən ki, səni yolda qoymasın. Biz bəzən dualara zapas gözündən baxırıq. Bizim ədəbiyyatımızda belədir. Müşkülə düşdüm, dua eləyirəm. Problemə düşdüm, dua. Başıma bəla gəldi, dua. Nə bilim, nə üz verdi, dua. Yəni zapazdır dua. Yəni ha vaxt çalıya düşdüm, əllərimi göyə qaldırıram. Bu bizim ədəbiyyatımızdır, bu düzgün deyil. Amma düzgün ədəbiyyatda olan dua nədir? Deyir, dua Allahla danışıqdır. Allahla danışıqdır. Deyir, duanı maşının təkərinə bənzətmə. Həqiqətdə duanı bənzət maşının roluna. Rol həmişə insanla maşında lazımdır. Hər gün sən maşına mindin, o rol olmasa sən onu sürə bilməzsən. Deyir, dua həqiqətdə odur. Sənin gecə və gündüz lazımın olan bir sözdür, məsələdir. İrtibat, əlaqədir dua. Yəni Allahla danışıqdır. Yəni görək Allahla danışasan. İstərsən müşkülün olsun, istər olmasın. İstər yaxşı gün olsun, istər yaman gün olsun. Dua Allahla danışıqdır. Dua Allahla əlaqədir. Deyir, Allahla əlaqəni kəsmə. Yəni duanı əski eləmə. Dua nədir? Elə 3-4 dənə istəkdən ibarət olan bir şeydir dua? Yox. Dua bütün gözəllikləri özündə əks elətdirir. Peyğəmbərdən və imamlardan müəyyən dualar var ki, kitablarda qeyd olunur. Rəcəb ayının duaları var. Ya mən ərcuhu li kulli xeyr və amənu səxətəhu ində kulli şər. Ya mən yu'til kəsirə bil qəlil. Ya mən yu'ti mən səələ. Ya mən yu'ti mən ləm yəsəl. Rəcəb ayında namazdan sonra oxuyuruq. Deyir ki, ey istəyənə də, istəməyənə də əta eləyən. Özünüz istəmir, ona da verir. Allah paxıl deyil ki, mərhəmətlidir. Yaradıb, yaratdığına rızq verir. Nəfəs verir, yaşam verir. İstəyənə də, istəməyənə də. Bu gözəl duaları Əhl-i-Beyt bizə öyrədir. Deyir, Allahla həmişə bu cür əlaqədə olun. Dualar dərmana bənzəyir. Aptekə girirsən, milyonlar dərman var. Sən bütün dərmanların hamısını birdən-birə götürə bilməzsən ki,
Sənə gündəlik lazım olan, ehtiyacın olan dərmanları istifadə edirsən. Müxtəlif dualar var. Rəcəb ayının duaları var. Şəban ayının duaları var. Müqəddəs Ramazan ayının duaları var. Həftə içi bəzi günlərin duaları var. Baxın, şənbə gününün duası var, bazar gününün duası var, birinci günün duası var. İçində xırda dualar neçə sətrin. Görürsən, zikirlər var. Şənbənin zikri var, bazarın zikri var, birinci günün zikri var, ta cümə gününün də zikri var. Nə deyir? Deyir, bunlar var da səhvmişəm. Bu əlaqədir. Allahla bu əlaqəni sındırma. İndi bəzən istəyirsən bütün hamısını qucaqlayıb oxuyasan. Bu olmur. Hamısını eləyə bilməzsən. Deyir, az-az elə, az-az oxu, həmişə oxu. Az-az əlaqədə. Məsələn, biri var, insan istəyir bütün Rəcəb ayının orucunu tuta bilmir. Deyir, az-az tut. Lazım deyil ki, məsələn, bütün tutasan. Nə tutsan, nə gözəl. Bir adam tuta bilmirsə, ən azından yoxdansa sıfırdan bir yaxşıdır. Əlaqə, məsələn, biz niyə həftə içi 2 dəfə hər həftə məsciddə duamız var. Bəzən də birini oxuya bilirik. Bəzən bir həftə ikisini oxuya bilmirik. Amma bu demək deyil ki, biz hər həftə duaları tətil edirik. Xeyr, belə bir şey yoxdur. Allaha həmd eləyirəm. Allah bu tövfiqatı nəsib eləyib. Həftədə biz 2 dəfə, ikinci gün təvəssül duası, 4-cü gündə müxtəlif dualar oxuyarıq. Münacat Əmirəl Möminin oxuduq dünən, Allah qəbul eləsin. Kumeyl duasıdır, Mucir duasıdır və cürbəcür dualar. Qədir gecəsi, görürsən, bütün duadır. Bütün mübarək günlərin özlərinin duaları var. Dua nədir? Dua əlaqə, yəni Allahla əlaqə. Biz gərək duaya bu cür baxaq. Hədisdə vardır, əd-dua muxul ibadə. Dua ibadətin məğzidir. Dua belə deyil ki, sən çalıya düşəndə dua oxuyasan. Problemə düşəndə Aşura ziyarəti oxuyasan. Yox. Əlləmi Təbətəbai, Əlləmi Qazi səhv eləmirəm. Rəhmətə gedir. Böyük fəqihlərdən, alimlərdən qəbri Vadiyüssalamda, Nəcəfdə. O bir məqam sahibi idi ki, Allah ona kun fəyəkun gücü vermişdi. Kun fəyəkun gücü vermişdi. Öz gücündən Allah ona bəxş eləmişdi. Hələ bəndəsidir da, bu hələ imam deyil, peyğəmbərdir. Görün də onlar nə imiş? Bunlarda bu var imiş, onlarda nə var imiş? Bu rəhmətə gedir. Bunu bir şagirdlərindən bir yuxuda görür. Deyir ki, Əlləmiyə, deyir ki, sən nəyin həsrətini bərzəxdə daha çox çəkirsən? Yəni, bu dünyada onu az eləyibsən. Çox maraqlıdır. Bir dənə arifə, əlbəttə bunların o dəfə də dedim, yuxuları yuxu deyil. Oyaqlıq və yuxu halətidir, yuxu deyirlər. İndi bir əlaqə saxlayıb da, ustadınla. Əlləmiyə deyir ki, sən nəyin həsrətini çəkirsən? Deyir ki, bir şey. Bir şeyi çox heyif ki, çox yerinə yetirə bilmədim. Nə idi o? İndi bizim ağlımızda səcdədir, nə bilim, orucdur. Bunları demir. Dedi, Aşura ziyarəti. Çox heyif ki, mən Aşura ziyarətini çox oxuya bilmədim. Nə qədər tövsiyə olur Aşura ziyarəti oxuyun. Aşura ziyarətinin özünün bir qüvvəsi var. Duaların hər biri bir kilitdir. Belə deyil ki, biz müşkülə düşəndə dua oxumalıyıq. Dua Allahla əlaqədir. Dua müminin silahıdır, hədisdə var. Deyir, dua silahdır. Bəzən insan öz prizmasından baxır duaya. Ki, mən müşkülə düşdüm, dua elədim, duam qəbul olmadı, bəs Allahdan küstüm. Bir nəfər İmam Rıza əleyhissalamın yaxın dostlarından biri, yaxın səhabələrindən biri İmam Rıza əleyhissalamın xidmətinə gəlir. Şikayət eləyir. Nədən şikayət eləyir? Deyir, ağacan, 3 ildir Allahdan bir hacətim var, amma müstəcab olmur. 3 ildir Allahdan bir şey istəyirəm, vermir. İmam baxdı ki, bu məyus olub. Allahdan bir hacət istəyib, hacəti ala bilməyib, məyus olub. İmam ona qayıdır, deyir ki, sən mənə nə qədər etimadın var? Deyir, özümdən artıq.
Deyir, mən sənə desəm ki, məsələn, sabah gəl bu istəyini, məsələn, sənə verim. Ehtiyacın var, bu ehtiyacını sənə ödəyim, ehtiyacına kömək eləyim. Sən bunda şəkk eləyərsən, dedi, əbəda. Dedi, sən mənim imamımsan, rəhbərimsən, mən özümdən çox sənə etimadım var. İmam ona dedi ki, yaxşı, mən ki Allahın bəndəsiyəm. Bəs sən nə cür məni yaradana etimad eləmirsən? Bir halda ki, o qadirdir, qüdrəti var. Hər nə istəsən verə bilər. Yəni, onun qüdrətindən xaric olmayan bir şey yoxdur bu aləmdə. Elə bir şey yoxdur ki, o Allah Teala onu eləyə bilməyə sənə verir. Belə bir ədəbiyyat yoxdur. Deyir, Allah qadirdir. Hər şeyə qüdrəti var. Mən də bir şey istəyirəm, ona qüdrəti var. Düzdür ya, düzdür. 2. Deyir, Allah qənidir, ehtiyacsızdır. Elə bir şey yoxdur ki, sən mən istədiyim şeyin özünə Allahın ehtiyacı var. Mənə versə özü ehtiyaca düşər, azalar. Biz bəzi vaxt öz malımızdan, mülkümüzdən kiməsə kömək eləyirik, bizim özümüzün də ona ehtiyacımız var, verdikcə azalır. Allahda belə bir şey yoxdur. Allah qənidir. Allah səxavətlidir. Yəni, nəsə versə əysilməz ondan. O davamlıdır. Yəni, Allah Teala alimdir. Yəni, bəzi vaxt biz deyirik, Allah sən məni görmürsənmi? Görür və bilir sənin vəziyyətinə xəbəri var. Alimi mütləqdir, səmi'dir, eşidir Allah Teala. Mənim duamı eşitmir, eşidir. Mənim vəziyyətimi görmür, görür. Dedi, Allah Teala'da bu sifətlər çox yüksəkdir. Sən Allahdan ümidsiz olubsan, dedi, amma bunu deyim ha. Allah Teala'nın bir də sifəti var, sən gərək ondan barışasan. Bax, bu bizə ümid verir. Bu sifət bizə ümid verir. Ve Allah Teala eşidir, eşidir. Qüdrəti var, var. Ruzisi var, var. Görür, bəli. Elmi var, mənim vəziyyətimə var. Və niyə vermir? Bu sifətinə görə həkimdir. Allah hikmət sahibidir. Həkim kimə deyirlər? Həkim o şəxsə deyirlər ki, nə? Baxır sənin vəziyyətinə. Bu indi sənə lazımdır ya lazım deyil. İndi verməliyəm ya verməli deyiləm. O həkimdir. Hikməti bəzən yol vermir. Hikməti icazə vermir ki, bu dua müstəcab olsun. Çünki bəzən bizim bəzi istəklərimiz bizim öz əleyhimizədir. Biz onu bilmirik. Bəzi istəklər var, mən öz xeyrim üçün görürəm, Allah Teala onu mənə xeyr üçün görmür. Bəzən də o istəyim indi müstəcab olsa, ondan daha betər bir problemə düşərəm. O nədir? Belə bir söz var, deyir, versə nemətdir, verməsə hikmətdir. Sən bir Allaha baş əyirsən ki, buna görə inanasan. Bir Rəbbinlə əlaqə saxlayırsan, ona səcdə eləyirsən ki, versə nemətdir, verməsə hikmətdir. Burada küsmək yoxdur. Burada cilayə yoxdur. Biz bəzən bu küsmək, cilayə nədən irəli gəlir? Bizim Allaha olan imanımızın zəifliyindən irəli gəlir. Bəzən bizim imanımız zəifdir. O zəif iman nəticəsində dualarımız müstəcab olmadığı sürə biz tez cilayə eləyirik və məyus oluruq. Bəzən dualar, bunu bilmək lazımdır ki, bəzi duanın şəraiti düzdür, bəzi dua sənin məsləhətindir, bəzi dua ziddiyyət təşkil eləyir. Elə deyil ki, ziddiyyət təşkil eləmir. Məsələn, Kəbənin divinə gedirsən ziyarətə. Hərə bir şey istəyir, bəziləri ziddiyyət təşkil edir. Məcnunu atası əlindən tutur, aparır Kəbəyə. Görür, ağlı azaldı da, bu Qeysin ağlı azalıb. Dəli olub da, buna deyirlər Məcnun. Bunu aparır Kəbəyə. Deyir, gedək Allahın evində dua eləyək. Kəbə evində həcdə milyonlar insan dua edir. Bəzi insanların duası ziddiyyət təşkil edir. Bu bir misal. İkisi də gedirlər Kəbə evinə. Biri Kəbənin o toyunda durur, divarın, biri bu toyunda.
Biri o toyunda durur, Kəbənin pərdəsindən yapışır, atası deyir, Allah, 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 Allah. Səni and verirəm bu Kəbə evinə. Məcnunun ürəyindən Leylinin məhəbbətini çıxardı. Bu dəli olur. O tərəfdən də Məcnun tutub Kəbənin pərdəsindən deyir, Allah, 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 Allah. Səni and verirəm bu Kəbə evinə. Leylinin məhəbbətini qəlbimdə daşdır, məni yerdən geçsən elə. İkisi də dua edir, ziddiyyətdir. Bu dua ziddiyyətdir. Biri bunun əleyhinə istəyir, biri lehinə istəyir. Bir dənə post var. 100 adam o post üçün dua edir Allahdan. Deyir, mən o posta cəhdi nəzr eləyir. 100 adam nəzr eləyir. 100 də gələ bilməz ki, ora bir nəfər gəlməli. Və görürsən, bəzi vaxt dualarda ziddiyyət var. Belə deyil ki, Allah sənin duanı qəbul elə bilir. Məsləhət var. Hikmət var. Bəzi mənim özümə qayıdır, öz səhvimdir. Bəziləri imtihandır, bilmək olmur. Allahdan nə istəmək lazımdır, bilirsinizmi? Allahdan istəmək lazımdır. Pərverdigar aləm bu hikmətini mənə görsət. Və bu ayə bizim qəlbimizə sərinlik bəxş eləyir. Bilirəm, çətindir, çox çətindir. Müşkülə düşəsən, problemə düşəsən, duan gec qəbul ola çətindir. İnsan ürəyi çırpınır. Bir də ürəyi çırpınanda, bax, bizdən yuxarı Allahın ən əziz peyğəmbərləri, belə deyil ki, bu bircə bizdədir. Yox, Allah böyük imtihanlar eləyib böyük peyğəmbərlərlə. Bizim imtihanlarımız imtihan deyil ki, onların imtihanı qalan. Vallahi. Əyyub 7 il səbr elədi. Əyyuba gələn tufanlar bizə gəlsəydi, biz ya ölmüşdük, ya dindən çıxmışdıq, ya kafir olmuşduq, ya özümüzü asmışdıq. Həzrət Əyyuba gələn bəla özü də davamlı idi, mutamadi, davamlı. 7 il ardı amanı kəsilmədən özü də elə-belə bəlalarda ölüydü. Axırda abrı getdi. Evlatları getdi, malı getdi, mülkü getdi, yoldaşı getdi, hər nə bu dünyada əlində var, hamısı getdi, düşdü bir daxmaya. Nəfəsi az qaldı, bir də nəfəs qalmışdı, canına xəstəlik düşmüşdü. Yerində çabalayırdı. Amma şükür, heç vaxt Allaha cilayə eləmədi. 7 il davamlı. Bizimki nə? Bizdə bir xırda bəla üz verəndə, biraz həyat bizi silkələyəndə küsürük. Birinci, Allahın bəndələrindən küsürük. Halımı soruşan olmadı. Zivində pulum varmı deyən olmadı. Xəstələndim, bir ay yatdım, qapımı döyən olmadı. Bu getdi. İkincisi də küsür Allahdan. Və mən gözəl insan idim, və mən məscidə gəlirdim, və mən İmam Hüseynin matəmində xidmət eləyirdim, nə eləyirdim. Başlayır minnət. Bütün gördüyü işlərin hamısında xarab eli zayir. İstəyir, biraz bax Allahın əziz peyğəmbərlərinə. Gör, Allah onlardan imtihan elədi. Həzrəti Yaqubdan elə imtihan elədi ki, nə? Yusifə o qədər məhəbbəti var idi. Bax, bu dünyanın bəlası budur da. İnsan bir yerə yetişəndə ki, nə? Ən sevincli halət bu dünyada insana baş verəndə bir də müsibət gəlir. Onun şirinliyini altın üstünə çörür. Allah Teala Yaquba bir evlat verdi. Evlatları çox idi. 12 dənə evlat var. Biri də Yusif idi. Yusifi o qədər sevdirdi ki, Yaquba. Yaqub Yusifi görəndə ürəyi əsirdi. O biri evlatlar qısqandılar Yaquba. Dedilər, bu nə Yusifi bu qədər sevir? O sevincin içərisində Allah Teala Yusifi bunun əlindən aldı. Yusifi əlindən aldı, bəliyə saldı Yaqubu. Quranda ayə var, deyir, Yaqub peyğəmbər o qədər ağladı Yusifin fərağətində ki, gözləri kör oldu. Ta macərası var. Peyğəmbəri Allah nələrdən imtihana çəkdi bizim peyğəmbər? Şeyb-i Əbi Talibdə tarixdə var. Bir xurma dənəsindən günlərdən müsəlmanlar ac qaldı bir xurma dənəsini. Bu sorurdu, ona verirdi. O ağzında biraz sorurdu, o birisini. Bu cür yaşadılar. Peyğəmbərin ətrafından dönmədilər. Peyğəmbər heç bir dəfə demədi, Allah və mənə risaləti cəhdin,
qüvvə səndə, qüdrət səndə, elm səndə, acalıq səndə və məni niyə bu vəziyyətə qoydun? Əbu Ləhəbin əlindən al da məni. Əbu Süfyanın əlindən qutar da məni. İmam Hüseyn bir dəfə Kərbəlada ağzını açmadı ki, Allah, 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 mən niyə bu vəziyyətə qaldım? Mən sənin vəlin, sənin sevimlin, cənnət cavanlarının ağası, Peyğəmbərin sevimlisi, Quranın müəllimi, İmam Hüseynin duası müstəcab olmazdı. Bir dəfə əlini qaldırdı, Pərverdigar aləm bunları yerin təhinə saldı, deyərdi. Amma bunları demədi. Dedi, Allah, sən bu cür istəyibsən, mən razı. Səhnədən bizə dərs öyrədir İmam Hüseyin. Deyir, İlahi, rizən bi qəzaik təsliməndir əmrik. Mən sənin əmirlərinə təsliməm. İstəyir bizə başa salsın ki, imanını bir yerə çatdır. Ki, bu vəziyyətə çata biləsən ki, Allah səni biraz həyatda silkələyəndə küsmə. Mən niyə bu vəziyyətə qalım? İman lazımdır da o vəziyyəti yaxşı görmək üçün. Niyə xanım Zeynəb deyir, mən Kərbəlada gözəllikdən başqa heç nə görmədim. O gözəlliyi ona görsədən nə idi? İman idi. İmanla xanım Zeynəb o gözəlliklər görürdü. Da biz yalandan o imanımız yoxdur ki. Allahdan bu Rəcəb ayında bir şey istəyək ki, Pərverdigar aləm bizə bir iman ver, bir qüvvə ver bu Rəcəb ayında. Səni düz tanıyaq. Bütün hikmətinin qarşısında baş əyək. Təhcə sənə namazda baş əyməyək, hikmətinin qarşısında baş əyək. Biz bəzi vaxt əbd olaraq namazda səcdəyə gedirik, amma səcdə elədiyimiz Allahın hikmətinin qarşısında səcdəyə gedə bilmirik. Allah bizi öz hikmətinin qarşısında səcdəyə gətirib. Pərverdigar aləm, dualarımızı öz məsləhətindən qəbul elə. Pərverdigar aləm, bizə lazımlı iman bəxş elə. Bu dünya fanidir, axirət baqidir. İlahi, bu dünyada bizə izzət ver, bu dünyadan köçəndə İzzətimizi əlimizdən alma. Müqəddəs ayın axırlarındayıq. Allah Teala bu ayın geridə qalan günlərində bizə tövfiqat nəsib eləsin. İnşallah hər kəsin bu məsciddə hər nə ümumi və xüsusi duası var, Allah müstəcab eləsin. Allah Teala bütün bəlaları, pislikləri müsəlman ümmətindən dəf eləsin. Hacətlərimiz qəbul, Muhammed və Ali Muhammedə salavat yad eləyir. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus samad, ləm yəlid və ləm yulad və ləm yekun lahu kufuvan əhəd.